Salam, hər vaxtınız xeyir, əziz dostlar. 18 may 1944-cü il Kırım Tatar xalqının həyatının ən faciəli günlərindən biridir. Səhərə yaxın minlərlə NKVD əməkdaşı Kırım Tatarlarını kütləvi surətdə, üzr istəyirəm ifadəmə görə, heyvan vaqonlarına dolduraraq Orta Asiyaya, Sibirə sürgünə göndərdilər. 10 minlərlə insan ilə yollarda həlak oldu. Çox ağır bir, doğrudan dəhşətli bir hadisədir, dəhşətli bir faciədir. İndi bu günlərdə də həmin o faciənin davamı var. Yəni Kırım Muxtar Respublikasının, Kırım yarımadasının Rusiya işğalçıları tutublar. Bunu hamımız bilirik. Demək, hər şey burada, yəni Kiyev şəhərinin Libitskoy metro stansiyasının yanında artıq Kırım Tatarlarının deportasiyasına, ümumiyyətlə onların xatirəsinə böyük abidə kompleksi uzadılıb. Və bu abidə kompleksində 1783-cü ildə 2-ci Yekaterinanın Kırım'ı işğalından sonra, Rusiya işğalından sonra bu günə qədər baş verən faciələrin ardıcıllığı göstərilir. Demək, deportasiya, yəni sürgün başlanması, davamı, bu günə qədər də sürgün davam edir. Bu günə qədər də Rusiya işğalçıları Kırım Tatarlarını, Kırım Türklərini öldürürlər, oğurluyurlar, qaçırdırlar, türmələrə salırlar. Və belə bir dəhşətli hadisə bu gün də baş verməkdədir. Biz də öz dostlarımızla gəldi, heç olmasa qərənfil dəstəsi qoyduq. Əlimizdən gələn ancaq hələ ki budur. Başqa heç nə edə bilmirik, amma əmin ola bilərsiniz ki, Kırım yarımadası hökmən gec-tez öz həqiqi sahiblərinin olacaq. Kırım Tatarlarının ana vətənidir. Kırım Tatarlarının tarixi vətəni, ana vətənidir. Yəni Kırım Tatarlarının Kırımdan başqa vətənləri yoxdur. Və belə bir abidə kompleksi uzadıblar, ucaldıblar. Mən bilərəkdən, yəni anım mərasimindən sonra qaldım ki, bunu sizlə tanış edeyim. Və elə bilirəm, yolunuz Kiyevə düşərsə, hökmən bu abidə kompleksini görmək, ziyarət etmək hər birimizin borcudur. Yəni Kırım Tatarları doğrudan işgüzar, fərasətli, qabiliyyətli bir xalqdılar. Bununla da deməli Rusların, Kremlin cəzalarına, onların Kırımlıları əzməsinə səbəb olublar. Bu günləri Kırım Tatarları Kırım yarımadasında çox təəssüf olsun ki, azlıq təşkil edirlər. Bir hissəsi də Kırımın şimal hissəsində, yəni materik hissəsində, Xerson vilayətində, Geniçisk rayonu ərazisində deməli məskunlaşmışdılar. Onları da yenə repressiyalar bu günləri yüzlərlə Kırım türkü repressiyalara məruz qalır. Özdə onları ən ağır şəraitdə saxlayırlar. Rusiyanın dərinliklərinə demək aparırlar, həbsxanalara. Kırım Tatar Hüquq Müdafiə Mərkəzinin mən də təsisçilərindən biriyəm. Ona görə bizdə ki, siyahıya görə təxminən bir 400 nəfərə qədər yoxdur, ya da
Şimali Qafqazda, o cümlədən Vladivostokda həbsxanaya aparılıblar. İndiyə qədər də 2014-cü ildən üzü bəri itişib düşənlər, öldürülənlər çoxdur. Belə, özümə borc bildim ki, bunları sizə danışım. Yəni, yolunuz Kiyev şəhərinə düşərsə hökmən hər birimizin borcudur. Bunlar artıq azsaylı hesab edilirlər. Bu günləri dünya ictimaiyyətinin, o cümlədən Türk xalqlarının, Türk dünyasının bir nömrəli borcudur ki, Krım tatarlarına dəstək versinlər. Belə dostlar, çox ağır bir gündür, doğrudan ağır bir gündür. Hələ 90-cı ilin əvvəllərindən biz bu problemlərlə tanış olanda, yəni həqiqətləri biləndə doğrudan adam vahimələnir ki, necə ola bilər ki, bütün bir xalqı belə vəziyyətə salmaq olar. Oldu, təşəkkür edirəm ki, sona qədər baxdınız. Mübarizə davam edir. Krımlılar hökmən Krımda qayıtmalıdırlar və Krım tatarlarına milli ərazi müxtariyyəti verilməlidir. Bunun üzərində ciddi iş gedir. Bu mövzuda danışarıq. Sağ olun.